İnsanın həyatı onun şuurunun fərqində olunmayan hissəsində, yəni şuurunun altında mərkəz olan alt beynin yaydığı dalğaların kainat qanunu ilə birbaşa sinxronizasiyaya girərək nəticəsinin geri gəlməsi şəklində formalaşar. İnsan həyatı bu şəkildə formalaşar dostlar. Alt beynin yaydığı dalğalar çox uzundur və çox güclü bir sistem ilə yayılar. Bunu görürsünüz, barkoddur. Bu şəkildə bir barkodu vardır hər bir insanın. Alt beyin barkod şəklində yayar kainata və kainat qanunları ilə birbaşa sinxronizasiyaya girərək bu dalğalar nəticəsi bizə insanlar, vəziyyətlər və şəraitlər olaraq geri gələr. Bu anlamda istədiyimiz hər hansısa bir şey, əgər həyatımızda formalaşmırsa, reallaşmırsa, bunun səbəbi şuurun fərqində olunmayan hissəsi ilə əlaqəlidir. Yəni mərkəz olan alt beyinlə əlaqəlidir və eyni zamanda bunun sinxronizasiyaya girib bizə geri gəlməsinə səbəb olan kainat qanunları ilə əlaqəlidir. Bunu bilməkdə çox fayda vardır. Bu videonu izləyərkən xahiş edirəm, əgər istəyirsinizsə 2 dəfə izləyin, çünki zihnin error vermə xüsusiyyəti vardır. Buna bənzər videolar izlədiyi zaman filtrasiya edib silə bilmə ehtimalı vardır. Ona görə bunu izləyin. Çünki zihnin ego tərəfindən ələ keçirildiyi zaman bu məlumatların bilinib, işlənib, anlaşılmasını istəməyəcəkdir. Bunu bilməyinizdə fayda vardır.